Obeziteden əziyyət çəkirsinizsə, müəyyən hər başqa metodlar səsləndirilir. Belə eləsəz yaxşı olar, elə eləsəz yaxşı olar. Sizə öz kəşf elədiyim dırnaq içində metodu deyirəm, paylaşıram. Heç vaxt qazanı, tavanı, yeməyi mən göstərdiyim kimi önünüzə qoyub yemək deyə bir şey yoxdur. O sunumlar eləyirlər, borcamla qoyurlar, qazın qırağında çəkirlər, o heç süfrəyə borcamla təqdim eləyirlər. O kilolar üçün yeterli bir metod deyil. Yəni mən normal süfrə başında oturulandan danışmıram da. Çox adam düzənsiz yemək yeyir axı. Ya bəslənmə çantasında aparır, maşınında daşıyır, əlində daşıyır, hər neysə. Yəni ki, hər dəfə süfrədən durub, ayaqüstü yemək də düzgün bir şey deyil. Hər dəfə süfrədən durub o bir tikə əti mən gətirməliyəm, qabağıma qoymalıyam ki, zaman diliminə yayım, 20 dəqiqədən çox çeynəyərək yeyim, nəsə bu bir şey. Buna bənzər bir şey. Ya da hər dəfə özümə əlavə qida çəkəndə bir qaşıq əlavə edeyim. Tutaq ki, yedim, doymadım. Əgər bu metodu tətbiq edirəmsə. Çox xırda tikələrə bölmüşəm də indi. Hər dəfə gedirəm qazın yanına gətirib qoymalıyam bura. Bilmirəm hansı otaqda yeyirsiniz, hər nəysə, bəlkə mətbəxdə, bəlkə qonaq otağında. Bunun dediyim kimi də dışarıda, başqa bir mühitdə, yanınızda sadəcə balaca bir qabda. Bu özümə geliştirdiyim bir yoldur. Əslində işə yarayacağını düşünürəm. Çox çeynəyərək yemək, asta-asta yemək zaman diliminə ayırmaq, ən azı 20 dəqiqə ayırmaq bu işə, tələsərək yox, daha rahat bir şəkildə. Deyəsən deyəcəklərim bu qədər idi.